Esselamu Aleyküm izləyicilər. Bu videoda sizə vav hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 27-ci hərfi vav hərfidir. Bu hərf dodaqların gönçəvari şəklini alaraq, yuxarı kəsici dişlər aşağı dodağa toxunmayaraq və dodaqların xəfif bir şəkildə önə doğru uzadılması ilə tələffüz edilir. Azərbaycan dilində olan V səsinin müəyyən cəhətdən oxşarı və incə formasıdır. Burada müəyyən cəhətdən oxşarı qeyd elədik. Ona görə ki, bu tamamilə V səsini ifadə eləmir bu hərf. Çünki dilimizdə olan V səsini tələffüz edərkən yuxarı kəsici dişləri aşağı dodağa toxunaraq səsləndiririk. Lakin burada isə yuxarı kəsici dişləri aşağı dodağa toxunmayaraq və dodaqları önə doğru uzadaraq tələffüz edirik. Wow. 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 Bu cəhətdən bu hərf ingilis dilində olan W hərfi kimi səslənir. Wow hərfi özündən sonra birləşməyən 6 hərfdən biridir. Bundan öncəki video dəstə özündən sonra birləşməyən 5 hərfi keçmişdik. Bunlar əlif, dəl, zəl, ra, zə hərfləri idi. Wow hərfi də bu qəbildən olan hərflərdəndir. Ekranda wow hərfinin yazış formalarını görürsünüz. Vav hərfi özündən sonra birləşmədiyi üçün bu hərfin iki cür yazışı var. Belə ki, müstəqil, yəni sərbəst formada və kəlmə əvvəlində bir cürə, ortasında və sonunda isə bir cürə yazılır. Gəlin praktiki olaraq yazmağa çalışaq. İlk öncə müstəqil formasını yazaq. Deməli, dairə formasında qatlayıb aşağı doğru diagonal formada çəkirik. Bir növ 9 rəqəminə bənzəyir. Kəlmənin əvvəlində də yazış eyni olduğu üçün yenidən yazıram. Mouse-la yazdığım üçün kiçik qüsurlar olur, üzürlü sayasız. Kəlmənin ortasında isə sərbəst formasına və ya əvvəl formasına sağdan çıxış qoyaraq, yəni çıxıntı qoyuram və aşağı doğru çəkirəm. Çıxıntı qoyub, qatlayıb, aşağı doğru diagonal formada çəkirəm. Yenə çıxıntı qoyub, dairəni aşağı doğru çəkirəm. Sonunda da eyni cürə yazılacaq. Deməli, çıxıntı qoyub, çəkirik aşağı. Çıxıntı qoyub, dairə, sonra diagonal düz aşağı. Bu formada yaza bilərsiniz. Siz də bu hərfin müxtəlif yazış formalarını ən azı bir sətir yazıb praktik edin ki, zihninizdə daha yaxşı qalsın. Bu qədər. Esselamu Aleyküm.